Salam əziz izləyicilər, bu dərsimizdə sizlərlə birlikdə şəkil ədəd əlaqələrini və yaxud da digər adıyla rebuslar mövzusunu öyrənəcəyik. Mövzunun izahı üçün hazırladığım suallar daha öncə dövlət qulluğu, magistr imtahanlarında, həmçinin yeni din nəşrlərində istifadə olunan test nümunələri əsasında hazırlamışam. Gəlin vaxt itirmədən suallarımızla tanış olaq. İlk növbədə qeyd edeyim ki, bu tip test nümunələrində fiqurların formasına və quruluşuna əsasən nəticə çıxartmalıyıq. Misal üçün, bu nümunədə biz görürük ki, yuxarıda və mərkəzdə bir altıbucaqlı verilib. Bu altıbucaqlının içərisində bir ədəd qeyd olunub. Həmçinin ona bitişik olan sağ və sol tərəfdə aşağıda 2 dənə də fərqli altıbucaqlılar var. Bu şəklə əsasən biz belə qərar verə bilərik ki, burada 25 və 4 ədədlərinin yazıldığı fiqurların içərisindəki bu rəqəmlərdən biz yuxarıdakı nəticəni əldə etməliyik. Yəni 25 və 4-dən hər hansısa bir şəkildə 81-i, 32 və 5-dən hər hansısa bir şəkildə biz 9-u nəticə olaraq əldə etmək oluruq. Həmçinin digər diqqət çəkən bir məqam da budur ki, burada yuxarıda verilən bu fiqurlar, misal üçün 81 9-un kvadratıdır, 49 7-nin kvadratıdır. Bu arada tövsiyə edirəm ki, hər bir sualı siz özünüz cavablandırmağa çalışasınız. Daha sonra cavabınızın doğru olub-olmadığını müəyyən etmək üçün videonu davam etdirə bilərsiniz. Gəlin indi burada baxaq, 25 və 4-dən biz necə 81 əldə edə bilərik? Və yaxud da ki, 9 əldə edə bilərik ki, həmən 9-dan da biz kvadrata yüksəldib 81 əldə edək. Burada misal üçün 25-dən 4-ün kvadratını çıxa bilərik. 25-dən 4-ün kvadratını çıxanda doğrudan da 9 qalır. Yəni 16 çıxanda 9 qalır. 9-un kvadratı 81 eləyir. 32-dən 25 çıxa bilərik. Yəni 5-in kvadratını çıxanda burada 7 qalır. 7-nin kvadratı da 49 eləyir. Belə çıxır ki, biz 42-dən nəyi çıxmalıyıq? 36-nı çıxmalıyıq. Yəni 6-nın kvadratı. Ki, nəticədə 6 qalacaq. 6-nın da kvadratı nə eləyir? Elə 36. Digər sual nümunəsinə keçək. Bu sual nümunəsində biz görürük ki, üst-üstə qoyulmuş dairələr var hər üç nümunədə. Və burada ən üstdə olan dairədə olan ədəd belə çıxır ki, bizim əldə edəcəyimiz bir nəticə olmalıdır. Ki, aşağıda olan rəqəmlərdən istifadə edərək, həmçinin onlar daha kiçikdir, biz bu rəqəmlərdən istifadə edirik. Sonda 34 əldə etməliyik. 5 və 7-dən istifadə edib 64 əldə etməliyik. Həmçinin bu qanun uyğunluğu müəyyən etdikdən sonra 2 və 5-dən də sual işarəsinin yerində olmalı olan ədədi tapmalı olacağıq. Burada 6 və 4-dən biz necə 34 əldə edə bilərik? Bunları bir-birinə vurub, misal üçün ilk nümunədə ilk olaraq bilirəm ki, ağlınıza bu gəldi ki, 6-nı 4-ə vuraq 24, üstünə də gələk 6 üstə gəl 4. Yəni həmçinin bunların cəmini. Amma digər nümunədə biz belə bir nəticəni əldə edə bilmirik. Yəni bu yaxşı bir qanun uyğunluqdur, amma bu ikinci nümunədə öz həllini tapmır. Bir digər qayda ilə necə edə bilərik? Gəlin bunlardan birini, misal üçün 4-ü kvadrata yüksəldək. Edəcək nə? 16. 16-nın üzərinə nə gəlsək 34 eləyər. 18. Bundan ötürü 6-nı nə edə bilərik? 3-ə vurarıq. Deməli, birincini 3-ə vururuq. Üstə gəlirik ikincinin kvadratını. Burada 7-nin kvadratı 49. 5-i də 3-ə vururuq. Nə eləyir? 15. 49 üstə gəl. 15 nə edir? 64. Həmçinin burada 5-in kvadratı 25. Üstə gəlirik 2-nin 3 misli, yəni 6-nı. 25-in üstünə də 6 gələndə cavab nə edir? 31. Keçək bir digər nümunəmizə baxaq. Bu nümunədə isə biz şəklə əsasən belə qərar verə bilərik ki, 5 və 7-dən rombun üzərində verilən ədədi əldə etməli oluruq. Yəni 15-i. 6 və 4-dən 8-i. 4 və 3-dən 2-ni. Kifayət qədər nümunə verilib. Cavabımızı tapmaq üçün bu bizə kömək olacaq. Xüsusən də sonuncu verilən nümunəyə baxsaq, 9 və 9-dan necə 8 əldə edə bilərik? Gəlin 9-u 9-a vuraq, 81 əldə edək. Düşünürəm ki, bir çoxlarınızın da ağlına elə bu gəldi. 81 də bunun tərəflərini yenə bir-birinə vursaq, yəni 8-i 1-ə vursaq, cavab olaraq 8 əldə etmiş olarıq. Həmçinin 4-ü 3-ə vursaq, bu 12 eləyir.
12-nin də tərəflərini bir-birinə vursaq, 2 əldə etmiş olarıq. Digər nümunələrdə də həmçinin bu belədir. Belə çıxır ki, biz 9-u 4-ə vururuq, 36 eləyir. Və bunun da tərəflərini 3-ü və 6-ya vuranda cavab edəcək nə? 18. Bir digər nümunəmizə baxaq. Bu nümunədə həmçinin biz görürük ki, mərkəzdə bir dairə var, dairənin içərisində də bir ədəd qeyd olunub. Onun kənarlarında 4 fərqli fiqur var, aşağısında, yuxarısında, sağda və solda. Belə çıxır ki, biz aşağıda, yuxarıda, sağda və solda olan bu eyni fiqurların içərisində olan ədədlərdən, rəqəmlərdən mərkəzdəki ədədi almalıyıq. Bunu da necə eləyə bilərik? Diqqət çəkən bir məqam da burada budur ki, hər birində sağ tərəfdəki fiqurun içərisindəki ədəd ən kiçikdir. Baxın, bunu özünüz də görürsünüz. Yaxşı, gəlin belə bir şey edək. İlk öncə digərlərini toplayaq. Yəni, 11 üstəgəl 13, 24, üstəgəl 18. Bu elədir 42. 42-ni həmən bu 3-ə bölsəm, 14-ü əldə edə bilərəm. 14 üstəgəl 37, üstəgəl 29. Bu nə edir? 80. 80-i də 5-ə bölsəm, 16 edir. Yaxşı, 31 üstəgəl 40, üstəgəl 1. Nə elədir? 72. 72-ni 6-ya bölsəm, cavab nə edir? 12. Keçək digər bir sual nümunəsinə baxaq. Baxın, burada müxtəlif fiqurlardan özüm istifadə etmişəm ki, yəni sizə də burada onu göstərim ki, əgər bir test nümunəsində fərqli fiqurlar varsa, bunu bəzək üçün və yaxud da hansısa bir şey üçün istifadə etmirlər. Yəni, hər bir fiqurun bucaqlarının, tərəflərinin sayı burada mühüm rol oynayır. Və biz digər bir xüsusiyyətə burada baxırıq ki, misal üçün, burada bu hissədə eyni yerdə duran fiqurlar bucaq sayları eyni deyil. Baxıram ki, birində 3 bucaqlıdır, birində 4 bucaqlı, 5 bucaqlı, 6 bucaqlı. Amma kənardakı fiqurlar hamısında eynidir. 7, 3, 6 və sual işarəsi. Bunlar dairənin içərisindədir. Belə çıxır ki, hər birində əlbəttə ki, ən sonunda nə əldə edirik? Nəticə. Demək ki, bu dairələrin içərisində bir nəticə qeyd olunur. Bəs yaxşı. Digər bir xüsusiyyət də budur ki, bu 63-ün içində 7 vuruğu var. Misal üçün, 63-ü 7-yə bölsəm, 9 eləyir. Bəs mən bu 9-u hardan əldə elədim? Baxıram ki, burada 5 bucaqlı var. Bir də onun bitişik olduğu. Bu mərkəzdəki fiqur neçə bucaqlıdır? 4 bucaqlıdır. Cəmi nə edir? 9. Həmən bu 63-ü bu 9-a böləndə cavab olaraq mən nəyi alıram? 7-ni alıram. Gəlin yoxlayaq bunu digərlərində də belədir. 48-i 4 bucaqlı, bu da 4 bucaqlı. 48-i 8-ə bölürəm, 6 alınır. 21, bu 3 bucaqlı, bu da 4 bucaqlı. Cəmi nə edir? 7. 21-i 7-yə bölürəm, 3 alınır və belə çıxır ki, biz 40-ı nəyə bölməliyik? Burada var 6 bucaqlı, bu da 4. Cəmi eləyir nə? 10. 40-ı da 10-a böləndə cavab olaraq biz alırıq 4. Keçək bir digər test nümunəsinə baxaq. Həmçinin burada da iç-içə fiqurlar verilib. Bu fiqurların münasibətindən biz bu gördüyümüz ədədləri əldə etməli oluruq. Əlbəttə ki, ilk nümunədə diqqətimizi çəkir ki, nəticə olaraq 0 əldə olunur. Bunu necə əldə edə bilərik? Mərkəzdə 4 var, kənarda isə 8. Yəni, biz buna belə deyək də, fiqur kimi yox, artıq onların bucaqlarının sayı ilə baxırıq. 4 və 8 hansı halda, yəni bunlar üzərində hansı əməliyyatları yerinə yetirsəm, mən nəticə olaraq 0 əldə edə bilərəm. Mən 4-ü kuba yüksəldirəm. 4-ün kubu nə eləyir? 64. 8-i də kvadrata. Və bunları bir-birindən çıxanda nəticə olaraq 0 alınır. Daha sonra, mən bu 3-ü kuba yüksəldirəm. Eləyir 27. 4-ü də kvadrata yüksəldirəm 16. 27-dən 16 çıxıram. Nə alınır? 11. Mən bu 4-ü kuba yüksəldirəm. Eləyir nə? 64. Bundan çıxıram 6 bucaqlıdır. 6-nın kvadratı. Yəni 36-nı. Nəticə nə edir? 28. Əlbəttə ki, bu 3 bucaqlını yenə kuba yüksəldirəm. 27. Bundan çıxıram nəyi? 5-in kvadratını. Cavab olaraq nə əldə edirəm? 2.
Keçək bir digər test nümunəsinə baxaq. Bu cür test nümunələrində, indi əlbəttə ki, burada bu rəqəmlər, ədədlər gördüyünüz kimi xətlərin arasında qeyd olunub. Çarx şəklindədir də bu. Bunların üzərində də qeyd oluna bilərdi. Misal üçün 1 burada yazılardı, 3 burada yazılardı, 5 burada. Bu o qədər də fərq yaratmır. Və bunların iki ən populyar həll üsulu olur. Ya biz bunlara ardıcıllıq kimi baxmalıyıq ki, bu birinci nümunədə elə belə görsənir. Nə əsasən belə görsənir? Mən baxıram ki, əlbəttə ki, yuxarıdan başlasaq, 1, 3, 5, 11, 59, 173 bu artma ardıcıllığı ilə davam edir. Hansı şəkildə artıb, necə artıb? Amma baxıram ki, artma ardıcıllığı ilə davam edir. Belə olanda adətən bu elə ardıcıllıq olur. Bir digər məşhur olan, populyar olan həlli qaydaları da odur ki, qarşılıqlı şəkildə baxaq. Yəni, 1-in qarşısında bu x var, 3-ün qarşısında 59 var, 5-in qarşısında 173 var ki, bunların da qarşılıqlı əlaqəsi müəyyən oluna bilər. Gəlin, indi biz dediksə ki, bu ardıcıllıq şəklindədir, bunun həlli qaydasına baxaq. İlk öncə onu deyim ki, 1 və 3 arasında çoxlu sayda əlaqə müəyyən etmək mümkündür. Misal üçün, 1-i istəyirsiniz kvadrata, kuba yüksəldin, üstünə 2 gəlin. Və yaxud da 1-i 4-ə vurun, ondan 1 çıxın. 1-i 2-yə vurun, üstünə 1 gəlin. Yəni də 1-dən 3 əldə etmək kifayət qədər yolu var. Ona görə daha çox tövsiyə edirəm ki, biz, bu ardıcıllıqlarda da sizə tövsiyəm idi, geridən başlasaq, bu münasibətləri müəyyən etmək daha asandır. Misal üçün, 59 ilə 173 arasında o qədər də çox biz əlaqə müəyyən eləyə bilmərik. 59-dan 173-ü necə əldə edirəm? Yəni, 59-un üzərində elə bir əməliyyat etməliyəm ki, o gəlib olsun 173. Düşünürəm ki, 59-u vuraram 3-ə. 59-u 3-ə vuranda alınar 177. 173 olması üçün də 4 çıxaram. Deməli, burada nə baş verib? Vur 3, çıx 4. Yaxşı. Bir digərlərində görək, hansı şəkildə qanunuyluluq müəyyən edə bilərik. Misal üçün, 5-dən 11-ə. Baxıram ki, bu şərt yenə də ödənir. Misal üçün, 5-i 3-ə vursam 15, çıxsam 4, bu şərt ödənir. 3-ü 3-ə vursam 9, çıxsam 4, bu şərt yenə də ödənir. 1-i 3-ə vursam, çıxsam 4, bu şərt ödənmir. Deməli, iki fərqli yanaşma var burada. Bunlar bir-birini ardıcıl olaraq əvəz etməlidir. Yəni, bir digər nümunədə burada fərqli bir yanaşma olmalıdır. Burada isə vur 3, çıx 4 ola bilər. Bura x yazmayayım artıq. Burada yenə də bir digər həmən o fərqli yanaşma olmalıdır. 1 ilə 3 arasında olduğu kimi. Amma burada nə olmalıdır? Həmən bayaq dediyimiz vur 3, çıx 4. Yəni, 3-ü vururam 3-ə, çıxıram 4. Nəticə olaraq bu nəticəni əldə etmiş oluram. Bəs yaxşı, 5 ilə 11 arasında başqa hansı şəkildə əlaqə müəyyən eləyərəm? 2-yə vuraram, üstə gələrəm 1. Deməli, yanaşmanın biri nədir? Vur 2, üstə gəl 1. Biri nədir? Vur 3, çıx 4. Burada da baxaq. Vur 2, üstə gəl 1. Bu şərt ödənilir. Deməli, belə bir ardıcıllıq var. Vur 2, üstə gəl 1. Vur 3, çıx 4. Vur 2, üstə gəl 1. Və burada nə olmalıdır? Vur 3, çıx 4. 11-i 3-ə vururam. 33, 4 çıxıram. Nə alınır? 29. X-in yerində 29 aldıqsa, gəlin onda, deməli, burada olur. Vur 3, çıx 4. Növbətçisi nə olmalıdır? Vur 2, üstə gəl 1. 29-u 2-yə vurub, üstünə 1 gələndə 59 eləyir. Bəli, bu şərt də artıq ödəndi. Vur 2, üstə gəl. Bir şərti ödəndi. Keçək bir digərinə. Yenə də burada vur 2, üstə gəl 1 olmalıdır. 173-ü 2-yə vuranda 346, üstə gəl 1 nə eləyir? 347. X-in qiyməti 29, Y-in qiyməti 347 edəcək. Bir digər nümunəyə baxaq ki, bu nümunədə isə biz baxırıq ki, 31 artır, olur 63, azalır, olur 32. Sual işarəsinin yerində nə var, onu bilmirəm. Yenə də azalıb 24, yenə artıb 39, yenə azalıb 15. Bu şəkildə qarışıq bir əməliyyat olanda biz
müəyyən etməliyik ki, burada qarşılıqlı əlaqələr tapmalıyıq. Misal üçün, 31 ilə 24 arasında. 31 ilə 24 arasında əlaqə var. 63 ilə 39 arasında əlaqə var. 15 ilə 32 arasında əlaqə var. Biz bunları necə müəyyən edə bilərik? Gəlin vaxt itirməyək. Bu əlaqəni siz özünüz də fikirləşib, hesablayıb tapa bilərsiniz əlbəttə ki. 3-dən 2-ni çıxıram, 1 eləyir. Digərlərini silim, bizə mane olmasın. 3-dən 2-ni çıxıram, 1 eləyir. 3-ün üstünə 2 gəlirəm, nə eləyir? 5. Və bunları yan-yana yazın. 6-dan 3 çıxıram, 3 eləyir. 6-nın üstünə 3 gəlirəm, 9 eləyir. 3-dən 1 çıxıram, 2 eləyir. 3-ün üstünə 1 gəlirəm, 4 eləyir. Belə çıxır ki, bax, bu xəttin bu biri tərəfində, sağ tərəfində olanlar üzərində belə bir əməliyyat yerinə yetiririk. Birincidən ikincini birinci dəfə çıxırıq, sonra birincinin üzərinə ikincini gəlirik. Deməli, biz cavablarda elə bir ədəd götürməliyik ki, onun birinci tərəfindən ikinci tərəfini çıxanda 4 alınsın. Bu da baxıram ki, bu şərt ödənilir burada 62 ədədində. Yəni, 6-dan 2 çıxıram, 4. 6-nın üzərinə 2 gəlirəm. Nə edir? 8. Düzgün cavab deməli nə edir? C variantı. Burada başqa bir xüsusiyyətlər də ola bilərdi. Misal üçün, düzdür, mən bu tip test nümunəsinə rastlamamışam, amma qarşılaşa biləcəyimiz bir digər uyğunluqlar nə ola bilər? Misal üçün, bunu 4 bərabər hissəyə bölər. Sonra, bax, bu iki tərəf arasında bunların əlaqəsi bərabər olar bunların əlaqəsinə, bunların və bunların əlaqəsinə. Bu cür şeydə müəyyən eləmək olar, amma yəni qarşılaşmamışam. Keçək bir digər test nümunəsinə baxaq. Bunlar da piramida şəklindədir. Adətən bunların həlli qaydası necə olur? Aşağıdakı ikisi üzərindəki münasibətdən biz onların yuxarısında və onlara bitişik olan xananın içərisindəki ədədi alırıq. Və yaxud da ki, bunlar üç arasında başqa bir hansısa bir əlaqə olur. Və yaxud da ki, sətirlər üzrə bunların hansı əlaqələri olmalıdır? Yəni, hər bir sətrin müəyyən ardıcıllıq şəklində bir əlaqəsi müəyyən olunmalıdır. Biz burada baxırıq ki, 8, 13-dən necə 24 əldə edə bilərik? Burada 8, üstəgəl 1, üstəgəl 3 yazsaq, cəmi nə eləyəcək? 12. 12-ni vururam 2-yə, nə alınır? 24. 13, yəni 1 üstəgəl 3, üstəgəl 9. Nə edir? 13. 2-yə vururam, 26. 9 üstəgəl 2, üstəgəl 2, 13. 2-yə vururam, 26. 2 üstəgəl 2, üstəgəl 1. Nə edir? 5. 2-yə vururam, 10 edir. 1 üstəgəl 2, üstəgəl 0, 3. 2-yə vururam, 6 edir. Bu şəkildə davam edir əlbəttə ki, misal üçün, 2 üstəgəl 4, 6, üstəgəl 2, 8, üstəgəl 6, 14. 2-yə vururam, 28. Bu şəkildə davam edir və nəhayət sonda 2 üstəgəl 6, 8, üstəgəl 4 və üstəgəl 0, elə də 12. Onun da 2 misli nə edəcək? 24 edəcək. Bir digər nümunəmizdə isə biz baxırıq ki, 2 dənə məşğul var və burada misal üçün ədədlərin yeri qarışıqdır. Yəni biz baxırıq ki, 86 və 22-dən 43 əldə olunub. Buna ayrı-ayrı tərəflərlə də baxanda, həmçinin 17 və 13-dən yenə də 13 əldə olunub. Təkrar eyni ədədin əldə olunması belə bizə ipucular verir ki, burada nəsə qarışıq, fərqli bir əməliyyat yerinə yetirilib. İlk ən yuxarıda duran mərtəbəyə baxsam, görürəm ki, burada 1 var. Bunları toplasam, 3 üstəgəl 5, ikinci sətirdə 8 var. 16 üstəgəl 3, üstəgəl 8. Burada 27 var. Digərlərinin içərisində, yəni növbəti sətirdə məchul olduğuna görə onun cəmini bilmirəm. Amma sırf bu üç dənəsinin ardıcıllığına mən baxanda görürəm ki, 1 nədir? 1-in kubu. 8 nədir? 2-nin kubu. 27 nədir? 3-ün kubu. Aha, onda belə çıxır ki, növbəti hissədə 4-ün kubu, digər mərtəbədə 5-in kubu və bu mərtəbədə isə, ən aşağıdakı mərtəbədə isə 6-nın kubu olmalıdır. Yəni cəmi. Gəlin indi 4-cü və 5-ci mərtəbələrdə məchullar olduğuna görə onu toplayıb nəticə çıxara bilmirik hələ ki. Amma bunu təsdiq etmək üçün
Ən aşağıdakı mərtəbəni də toplayaq. 86 üstəgəl 22, 108, 17, 13. Bu da 38. Üstəgəl 51, üstəgəl 27. Cavab əldə edirik doğrudan da 216. 216 da həqiqətən 6-nın kubudur. Belə çıxır ki, burada 4-ün kubu olmalıdır. 4-ün kubu nə eləyir? 64. Bunun 64 eləməsi üçün 24 üstəgəl 17. Cavab nə eləyir? 41. Bu da 10, 51. 64 olması üçün x-in qiyməti nə olmalıdır? 13. Ki, cəmi 64 eləsin. Biz x-in qiymətini müəyyən elədik. X-in qiyməti 13. Bu şərti ödəyən onsuz da cəmi bir variant var. Y-in qiymətinə də baxsaq, 43 üstəgəl 18 üstəgəl 13 üstəgəl 29. Bunların hamısı nəticədə gəlir, eləyir 103. Və 22 də olmalıdır, üzərinə gəlməlidir ki, cavab 125 eləsin. Yəni, ümumi cəmi 125 eləsin. Yəni, burada y-in qiyməti də 22-dir. Keçək bir digər nümunəmizə baxaq. Bu nümunədə olan testlərin də, yəni fərqli-fərqli yanaşmalar mövcuddur. Yəni, test nümunələrinə görə bu dəyişir. Məsələn, daha öncə qarşılaşdığım test nümunələrindən bir neçəsindəki uyğunluğu sizə deyim. 8 üzərində hər hansısa bir əməliyyat yerinə yetirilir. Öz yerində yox, müvafiq qaydada öz yerində yox, digər xanada yazılır. İlk öncə bunu deyim ki, bu bir ardıcıllıq deyil. Yəni, burada da bir ox işarəsi gördüyünüz kimi yoxdur. Burada sadəcə olaraq bu dairənin içərisindəki ədədlərdə, rəqəmlər üzərində əməliyyat aparılıb. Bu dairə əldə olunub və indi bizə deyir ki, bu dairənin içərisində də eyni əməliyyatları aparıb, sual işarələrinin yerində olmalı olan ədədləri müəyyən edin. Biz burada baxırıq ki, 8 üzərində hansı əməliyyat aparsaq, misal üçün 31 əldə edə bilərik. Və yaxud da ki, 5-in üzərində hansı əməliyyat aparsaq, 11 əldə edə bilərik. Və yaxud da bayaq dediyim kimi, bunun üzərində bir əməliyyat aparıb, müvafiq xanada yox, bir digər xanada, misal üçün qarşısında olan xanada da onu yaza bilər və yaxud da növbəti xanaya da onu yaza bilər. Burada isə, bu nümunədə isə 8-i qarşısında olan rəqəmlə toplayıb, qarşısında olan xanadakı rəqəmlə toplayıb və onu tərsinə yazıb. Yəni, 8 üstəgəl 5, 13, tərsinə yazıb 31. 5 üstəgəl 6, 11, əlbəttə ki, onun tərsi də yenə olduğu kimi qalır. 6 üstəgəl 17, 23, tərsinə yazıb 32. 17 üstəgəl 8, 25, onu da tərsinə yazıb, nə edib? 52. Və indi biz burada 19-un üstünə 12 gəlirik, 31 və onu tərsinə yazırıq. 13. 12-nin üzərinə 5 gəlirik, 17, tərsinə yazırıq. 71. 5-in üzərinə 2 gəlirik, 7. Olduğu kimi qaldı burada. 2-nin üstünə 19 gəlirik, 21, tərsinə yazıb 12. Düzgün cavab Y variantıdır. Keçək digər nümunəmizə. Bu nümunəmiz bir ara ard-arda dövlət qulluğu imtahanında düşmüşdü. Əslində, yəni mahiyyətini anlayandan sonra kifayət qədər asan sual, test nümunəsidir. Sadəcə olaraq nə qədər asan olsa da onu qeyd edeyim ki, kifayət qədər də yəni həlli vaxt aparır. Xüsusən də mən burada cavab variantlarını rəqəmlərlə qeyd eləmişəm. Amma dövlət qulluğu imtahanında düşən suallarda onun cavabı elə bu şəkildə qeyd olunurdu. Yəni, yenə də bir əməliyyat edib, o rəqəmi özümüz müəyyən etməli olurduq. Gəlin, indi baxaq görək, burada hansı qanuna uyğunluq var. Dairə içərisində bu üstəgəl şəklində xətlər olan bu dairədə qüvvətində yenə də, yəni mən bunu əvvəlcədən artıq qüvvəti dedim, baxıram ki, fiqurun içərisində ikinci mərtəbədə yenə də eyni şey göstərilir. Və burada 4 var. 4 nədir? 2-nin kvadratı. Belə çıxır ki, bu dairəmiz 2 deməkdir. Onu təkrar ikinci mərtəbədə yazıbsa, bu o deməkdir ki, qüvvəti 2-dir. Yəni, 2-nin üzəri 2, 4 eləyir. Digər nümunədə isə çarpaz xətlər var dairənin içərisində. Və burada baxıram ki, bu fiqurdan da eyni şəkildə 3-cü mərtəbədə təkrar olunub və cavab 27 eləyib. Biz bilirik ki, 3-ün üstü 3 də 27 eləyir. Deməli, bu fiqurumuz da 3 deməkdir. Digərinə baxıram. Dairə,
İçərisində kiçik bir dairə. 4-cü mərtəbədə yenə də o verilib və cavab 256. Qoy bu da olsun 4-ün üstü 4. Yəni bu fiqurda 4 deməkmiş. Və nəhayət baxıram ki, bu fiqurda isə 5-ci mərtəbədə yenə də qüvvətində qeyd olunub və nəticədə alınıb 3125. Artıq qanun uyğunluğu müəyyən etdiyimizə görə biz artıq əlbəttə əzbər bilməsək də ki, 3125 5-in üstü 5-dir. Bunu artıq burada görə bilirik. Gəlin indi buna əsasən biz əməliyyatlar yerinə yetirək. Yenə də baxıram ki, 4-ün üstü 4 var burada. Ki burada onsuz da cavabı da bunun qeyd olunub. 256. 256-nı nəyə bölür? 2-nin üstü 3-ə, yəni 8-ə. Cavab olaraq nə əldə edirik? Səhv etmirəmsə 32. Və bundan çıxırıq. Yenə də 256 böl 2-nin üstü 4, yəni 16. Burada da cavab nə edəcək? 16. 32-dən 16 çıxanda 16 əldə etməliyik. Baxırıq ki, yenə də 256 böl 4-ün üstü 2, yəni 16. 256-nı da 16-ya böləndə, əlbəttə ki, 16-nın kvadratı 256-dır. Cavab eləyir elə 16. Bəli, bu qanun uyğunluğu, yəni müəyyən etdiyimiz qanun uyğunluğunun doğru olduğunu buradan görürük. Gəlin indi burada artıq tətbiq edək sağ tərəfdə və bizə lazım olan cavabı əldə edək. Baxıram ki, 5-in üstü 4, yəni bu istəsəz yaza da bilərsiniz. 5-in üstü 4 böl 5-in üstü 3. Burada nə edirik? Qüvvətləri bir-birindən çıxırıq da. Yəni 5-in üstü 4-ü 5-in üstü 3-ə bölürüksə, nə edirik? Onun üzərindəki qüvvətləri bir-birindən çıxırıq. Geriyə nə qalır? Elə 5. Mən artıq yer tutmasın deyə tam yazmayacağam. Çıxırıq burada. 3-ün üstü 3 böl 3-ün üstü 2. Yəni 3-ün kubunu da 3-ün kvadratına böləndə elə qalır burada 3. 5-dən də 3 çıxanda nə edəcək? 2. Təkrar edirəm, bu sual nümunələri ola bilir ki, yəni cavabları da, yəni dövlət qulluğu imtahanında qarşılaşdığım sual nümunələrində cavablar da bu şəkildə verilib, hər hansısa əməliyyatlar şəklində ki, ona irad bildirirəm ki, bu kifayət qədər vaxt aparır. Asan bir nümunə olsa belə, kifayət qədər vaxt aparır. Və keçək belə bir nümunəmizə baxaq. Burada biz görürük ki, dairələr var, onlar müəyyən xətlərlə birləşdirilib, buna ardıcıllıq kimi baxırıq. Romblar var və kvadratlar var. Və onların içərisində də müxtəlif rəqəmlər, ədədlər göstərilir. Baxırıq ki, misal üçün ilk öncə dairəyə. 6, 8, bu ardıcıllıqda biz deyirdik ki, ardıcıllığı müəyyən etmək üçün üzərindəki fərqləri yazsaq yaxşı olar. 6 və 8. Bunların arasındakı fərq nədir? 2. Üstə gəl 2. İndi biz digər dairəni, bax ki, burada üst-üstə düşüb digər ardıcıllıqlarla, digər dairənin neçə olduğunu bilmirik. Ondan sonra gəlməlidir 20. Əgər biz 2-2 gəlsək, toplasaq ki, biz burada 20-ni əldə edə bilmərik. Amma bu 2-ni hər dəfə 2 misli qədər artırsaq, yəni növbəti topladığımız 4, yəni fərqin 2 misli olsa, bu edəcək cavab nə? 12. N-in yerində biz aldıq 12. 12-nin üzərinə yenə də fərqin 2 mislin, yəni 8 gəlsək, cavab olaraq əldə edirik nə? 20. 20-nin üzərinə yenə də bu dəfə 8-in 2 mislin gəlirik. Eləyir nə? 16, yəni 36 eləyir. 20 üstə gəl 16. Rombların ardıcıllığına baxsaq. 5, 7 arasındakı əlaqə, biz axı 12-ni müəyyən etmişik, bilirik. Baxıram ki, 5, 7, 12. Burada Fibonacci ardıcıllığı var. Yəni 5-in üstünə 7 gəlib 12. Növbətisində nə etməlidir? 7-nin üzərinə 12 gəlməlidir, 19 əldə etməlidir. 12-nin üzərinə 19 gəlməlidir, 31 əldə etməlidir. Digər bir ardıcıllığa baxaq. Burada isə biz baxırıq ki, 10 kiçilir, olur 2, davam eləyir 12 ki, deyə bilərsiniz ki, burada da Fibonacci var. 10 üstə gəl 2, 12. Yaxşı, 2 üstə gəl 12. Onda cavab eləyərdi 14. 12 üstə gəl. 14 də 32 etməzdi. Burada fərqli bir ardıcıllıq olmalıdır. Mən baxıram ki, 10 ədədinin tərkibində 1 və 0 var. Ki, bunların cəmi nə edir? 1. 2 yazdıq bura. 12-nin rəqəm tərkibinə baxırıq. 1 və 2. Toplayırıq, nə eləyir? 3. S-in deməli tərkibində, burada da rəqəmləri toplasaq 5 eləyir. Elə bir ədəddir ki, S elə bir ədəddir ki, onun rəqəmlərini toplayanda cəmi 4 eləməlidir. Bu şərti ödəyən
burada 13 olur. Yəni n müvafiq olaraq 12, s müvafiq olaraq 13 edəcək. Belə əziz izləyicilər, ümid eləyirəm ki, video izahımız sizin üçün faydalı olacaq. Onlayn bəyani dərslərimizə qoşulmaq üçün qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz və bizi digər sosial şəbəkələrdən də izləyə bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.